Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident yanında Dövlət İdarəçiliyi Akademiyası ilə birgə İlhamlı Gənclər Multikultural Azərbaycan nəsli mövzusunda forum keçirib. Forumun əsas məqsədi Prezident İlham Əliyevin multikulturalizm siyasətinin mahiyyətini, gənclərin milli kimlik və ümumbəşəri dəyərlərə münasibətini, eləcə də innovativ düşüncəyə malik gənc lider modelini sistemli və müzakirəli formatda ictimaiyyətə təqdim etmək olub. Tədbirdə Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin nümayəndələri, etnik və dini icmaların rəhbərləri, müxtəlif universitetlərin tələbələri iştirak ediblər. Bugünkü tədbir Azərbaycan Dövlət İdarəçiliyi Akademiyasında xüsusilə gənclərin, tələbələrin təşəbbüsü ilə keçirilən bir tədbirdir və gənclər bu günləri müxtəlif dövlət qurumlarını, müxtəlif dini icmaları, Azərbaycan cəmiyyətinin tanınmış ictimai siyasi xadimlərini bir araya gətiriblər və təbii ki, mövzu da İlhamlı Gənclər Azərbaycanın multikultural nəsli mövzusuna həsr olunubdur. Bu, onu göstərir ki, gənclər öz təşəbbüsləri ilə Azərbaycandakı tolerantlıq, multikultural ənənələrə sadiqliyini bir daha vurğulayırlar. Eyni zamanda Cənab Prezidentin həyata keçirdiyi siyasətə öz dəstəklərini göstərməyə çalışırlar.